Biri var idi, biri yox idi. Sehirli bir meşədə balaca şirin dovşan yol ilə gedirdi. Birdən dovşan yoldan bir güzgü tapdı. Güzgüdə özünə görüb elə bildi ki, şəkildir. Qəşəng bir şəkil tapmışam, lap qəşəng. Deyə səs-küy saldı. Bunu eşidən ceyran güzgünü alıb baxdı. Doğrudan da gözəldir. Sən bir bunun buynuzlarına bax. Lap mənimkinə oxşayır. Gözlərinə söz ola bilməz. Bunu görən canavar tez güzgülü qapıb aldı. Bəri ver görüm. Deyə ceyranın üstünə qışqırdı. Canavar xeyli baxıb dedi. Gözəl olmağına sözüm yoxdur. Amma yırtıcıya oxşayır. Bu hadisəni uzaqdan seyr edən ilan canavara yaxınlaşdı. Güzgünü canavardan alıb dedi. Ay aman, məgər siz onun dişlərinin dibindəki zəhərə fikir vermirsiniz? Bu saat o hamıya zəhər axıda bilər. Meymun güzgünü ilanın əlindən qapdı və diqqətlə güzgüyə baxmağa başladı. Xeyli baxandan sonra qışqırdı. Belə çirkin heyvanın şəklini hələ bir əlinizə də alırsınız? Deyib güzgünü dərəyə tulladı. Güzgü sındı, hekayə də qurtardı.